Salam değerli izleyicilerim. Ben bu günləri biskvitli şokolad hazırladım. Lazım olan ərzaqlarını altında qeyd eləyəcəm. Əvvəlcə 3 ədəd yumurta, 1 stəkan süd, 1 stəkan duru yağ, 1 stəkan şəkər, 1 ədəd vanil, 1 ədəd qabartma tozu, yarım limonun suyu və qabığını rəndələdim. Hamur hazırladım. Biskvit xəmiri, unu bişirdim. 1 xörək qaşığı da kakao attım xəmirinə. Qarışdırıb mikserlə yaxşı sobada 160 dərəcədə bişirdim. Sonra onları kusok kəsib təmiz südlü şokoladla əridib üzərini şokoladladım. Çox dadlı və ləzzətli olur. Hazırlayan hər kəsə bu başdan nuş olsun. Qonaq süfrənizə, çay süfrənizə çox gözəldir.